repressiya ilə, həbslə, həbs təhdidi ilə hansı avtoritar hakimiyyət əbədi ola bilib? Mümkün deyil. Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli və partiyanın rəisi heyətinin üzvü Məmməd İbrahim həbs edilib. Səbail rayon məhkəməsi onların barəsində dekabrın 1-də 2 ay 15 gün müddətinə həbs qəti imkan tədbiri seçib. Onlara qarşı Cinayət Məcəlləsinin 278.1-ci maddəsi, hakimiyyəti zorla ələ keçirməyə və dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər üzrə cinayət işi başlanıb. İttihamlar sübuta yetirilərsə, bu maddə ilə təqsirli bilinən şəxsləri 12 ildən 20 ilədək və ya ömürlük azadlıqdan məhrum etmə cəzası gözləyə bilər. Hökumətyönlü media Əli Kərimli və Məmməd İbrahimin Prezident Administrasiyasının və Milli Elmlər Akademiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işi çərçivəsində saxlanıldıqlarını yazıb. Əli Kərimli və Məmməd İbrahimi noyabrın 29-da Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları saxlayıb. Onların yaşadıkları ünvanlarda axtarış aparılıb. AXCP-nin yaydığı məlumata görə Əli Kərimlinin evində axtarış zamanı DTX əməkdaşları Ramiz Mehdiyevin güya Rusiya prezidenti Vladimir Putinə ünvanladığı məktubun nüsxəsini tapdıqlarını bildiriblər. Həmin məktub daha əvvəl hökumətyönlü mediada dərc edilib. Məktubda Ramiz Mehdiyevin Putinə Azərbaycanda keçid hökumətinin yaradılmasını təklif etdiyi iddia olunur. Nə zaman, hansı bəhanə ilə həbs olunsam, dəqiq bilin ki, bu şərləmədir. Əli Kərimli isə Ramiz Mehdiyevlə hər hansı əməkdaşlıq etdiyi barədə iddiaları bundan əvvəl qəti şəkildə təkzib edib. Prezident Administrasiyasının və Milli Elmlər Akademiyasının keçmiş rəhbəri Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 278.1-ci Dövlət hakimiyyətini zorla ələ keçirməyə yönələn əməllər, 274-cü Dövlətə xəyanət və 193.3.2-ci Cinayət yolu ilə əldə edilmiş əmlakın legallaşdırılması maddələri ilə ittiham olunur. Oktyabrın 14-də Səbail rayon məhkəməsi onun barəsində 4 aylıq ev dustaqlığı qəti imkan tədbiri seçib. Qətiyyən mən özümü təqsirli bilmirdim. Heç bir. Noyabrın 29-da Əli Kərimli və Məmməd İbrahimlə birlikdə partiya sədrinin köməkçisi Faiq Əmirli, Əli Kərimlinin mühafizəçisi Ruslan Əmirov və partiya tərəfdarı Salih Rüstəmli də saxlanılıb. Daha sonra onlar sərbəst buraxılıblar. Noyabrın 30-da Milli Şuranın üzvü Gültəkin Hacıbəyli Türkiyədə saxlanıldığını açıqlayıb. Onun sözlərinə görə İstanbulda kiraya qaldığı mənzilə polis əməkdaşları gələrək onu polis bölməsinə aparıblar. Sadəcə təəssüf edə bilərəm. Başqa deyəcək bir sözüm yoxdur buna. Bu qədər absurd ittihama Ramiz Mehdiyevin mənə həyatda elədiyi pislikləri başqa heç kim eləməyib və Ramiz Mehdiyevlə iş birlikçiliyinə görə birliyində mən ittiham olmağımdan böyük absurd bir şey ola bilməz. Gültəkin Hacıbəyli dekabrın 1-də Azərbaycana deportasiya edilib və Dövlət Təhlükəsizliyi Xidmətində dindirildiyi bildirilib. Noyabrın 30-da Milli Şuranın sədri tarixçi Cəmil Həsənlinin də ölkədən çıxışına qadağa qoyulduğu və onun da Dövlət Təhlükəsizlik Xidmətində şahid qismində ifadə verdiyi məlum olub. Keçirilən hər bir seçki müxalifətin zəiflədilməsinə xidmət edir. AXCP yaydığı bəyanatda partiya rəhbərliyi və yaxın çevrəsinə qarşı irəli sürülən ittihamları rədd edib. Baş verənləri isə hakimiyyətin növbəti repressiv kampaniyası kimi qiymətləndirib. Azərbaycan hakimiyyətinin bu sifarişli qərarına görə Azərbaycan xalqı məni cinayətkar mı sayacaq?